Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahumma salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. Sahih Sirat-ı Nebaviyye keyfe ityanul vahiy ileyhi sallallahu aleyhi ve sellem. Peygamber sallallahu aleyhi ve sellem sahih sirasından mevzumuz odur ki faslun keyfe ityanul vahiy ileyhi sallallahu aleyhi ve sellem. Bundan əvvəlki dərslərdə danışdıq ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə ilk vəhyin gəlməsi və Peyğəmbər sallallahu aleyhi və səlləm artıq vəhiy verildikdən sonra Quranın hifzi naminə Quranın şeytanlardan və cinlərdən qorunması barəsində mövzumuz. Bugün isə Allah Resulü sallallahu aleyhi və səlləmə vəhiy necə gələrdi? Vəhiy gəlmək xüsusu. Və Peyğəmbərimizə sallallahu aleyhi və səlləm vəhiy gəldikdə Peyğəmbərimiz hansı halları yaşayardı? Və s. mövzumuz bundan ibarət olacaqdır. Qalə qad təqəddəmə keyfiyyətə mə cəə Cibril fi əvvəl mərrətin və thəni mərrətin əydan. Və bundan əvvəlki mövzularımızda Cebrail aleyhissalamın Peyğəmbərimizə ilk gəlişi və sonra gəlişi ilə bəhs etdik. İlk gəlişi Hira mağarasında İqra Aləq surəsi və ondan sonra gələn Ya eyyuhəl muzzəmmil qum fəəndir və rabbəkə fəkəbbir və thiyəbəkə fətahhir ayəsindən bəhs olundu. Bunu hamımız bilirik. Bugün isə Ayşə radiyallahu anhədən rəvayət olunur ki, Ənəl Hərith ibn Hişam səələ Rasulullah sallallahu aleyhi və səlləm. Ayşə radiyallahu rəvayət edir ki, Hərith ibn Hişam Allah nəbisi sallallahu aleyhi və səlləmdən soruşur. Ya Rasulallah, ey Allahın Rasulü, keyfə yətikəl vəhyu fəqalə, de ki, sənə vəhiy necə gələrdi və gəldikdə sənin halın necə olardı? Hansı hala keçərdin? Adi mi olardı, yoxsa fərqlənərdinmi? Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əhyənən yətin misli salsələtil caras. Bəzəndir ki, mənə vəhiy gəldikdə zəng səsinin cingiltisi kimi, zəng səsinin cingiltisinə bənzər bir səs şəklində gələrdi. Zəng səsinin cingiltisi kimi, yəni fərzə bunu bir zəng cingilti kimi eşidərəkdən gələrdi. Və huv əşəddu aleyyə və bu formada gələn vəhiy mənə çox ağır gələrdi. Ona təhəmmül etmək, ona dözüş daha ağır olardı. Fəyan fasimu anni və qad və'itu məqalə. Artıq o vəhiy qutaldıqdan sonra, mələk sözünü bitirdikdən, vəhiy gəldikdən sonra artıq onu mən əzbərləyərdim. Ardın əzbərləyərdim. Və deyik, bu birinci formasıdır və bu danışdığım, dediyim bu forma Peyğəmbərimizin ən ağır gələn formasıdır. Və ikinci forma bəzəndir ki, və əhyən yümə itəməssəlu liyəl mələk racülən yükəllimin və bəzəndir ki, mələk mənə bir kişi cindində görünər və mənimlə danışar fə'i mə yəqul və bundan sonra onun dediklərini əzbərləyərdim. Bu, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə vəhyin gəlmə forması idi. Birincisi daha şiddətli və ikincisi ondan belə yüngül və artıq bunu mələk vasitəsilə birbaşa Peyğəmbərimiz mələkdən tələqqi edər, götürərdi. Qalət Ayşə radiyallahu anhə və Ayşə radiyallahu anhə devam edir, deyir ki, və ləqəd rəeytu sallallahu aleyhi və səlləm yenzil aleyhi vəhiy fil yevmi şədidil bərd. Bu başqa bir hədisdir. Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmə soyuq qış günlərində vəhiy gələr, havanın soyuq vaxtlarında. Fəyəfsimu anhu innə cəbinəhu liyətəfəssadu ərqan. Bunun üçün bunu Ayşə radiyallahu anh soyuqlu günündə vəsf edir ki, o soyuqlu gündə vəhiy gələrdi və Peyğəmbərimizin sallallahu aleyhi vəhiy qutaldıqdan sonra Peyğəmbərimizin alnında tər izləri olardı. Aydın, bu Peyğəmbərimizə gələn vəhiyin adi bir tələqqi formasında yox, adi eşidib və bunu əzbərləyib ümmətinə çatdırmaq formasında yox. Lakin o Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə Allah tanrı innə sənulqi aleykə qavlən fəqir. Biz sənə ağır sözlər verəcək deyə Allah Taala Quranı belə bildirir. Və o gəldiyi o həyəcanmı və ya onun ağırlığından, şiddətindən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günün soyuq olmasına baxmayaraqdan alnı tərləyərdi. Əxrəcəhu fi sahiheyni və Əhməd. Və fi hadisil ifki qalət Ayşə radiyallahu anhə Peyğəmbər bu Ayşə radiyallahu anhə
iftira böhtan atılan hədisdə, amma məlumdur da, o hədisdə deyilir ki, فَوَاللّٰهِ مَا رَامَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem وَلَا خَرَجَ أَحَدٌ مِنْ أَهْلِ بَيْتِهِ حَتَّى أَنْزِلَ عَلَيْهِ. Deyir ki, Peyğəmbərimiz Ayşə radiyallahu rəvayət edir ki, nə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yerindən qalxdı, nə də ki, vəhiy nazil olana qədər ev əhli evini tərk etmədi, otaqdan çıxmadılar. فَأَخَذَهُ مَا كَانَ يَأْخُذُ مِنَ الْبُرْحَى. Və Peyğəmbərimizə vəhiy gəldikdə, o vəhiy keçirdiyi şiddəti ağrılar Peyğəmbərimizi sallallahu aleyhi və səlləmi bürüyərdi. Hətta innəhu kən yetəhəddər minhu misləl cüməni minəl əraq. Və deyir ki, onun deyir, o ağırdan, yəni bu, həmən ki, bu eyni vəsf edir ki, və hu fi yevmi şətin, qış olmasına baxmayaraqdan Peyğəmbərimizə üzərində inci dənəsi kimi alnında deyir, tər dənəcikləri durardı. Aydındır. Bu, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmi vəhiy qarşıladıqda keçirdiyi hallar idi. Və fi sahih Muslim və qeyrihi an Ubadət ibn Samitin qalə. Bu, həm Buxari Müslimdə və başqa hədislərdə, başqa kitablarda keçməkdədir ki, Ubadət ibn Samit deyir ki, Kənə Rasulullah sallallahu aleyhi və səlləm izə ənzələ aleyhil vəhiy kərbə dəlik. Peyğəmbərimizə sallallahu aleyhi və səlləm vəhiy nazil olduqda, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm və tərəbə vəcəhə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əziyyətə, şiddətə düşərdi, sıxıntıya düşərdi, onu əziyyət bürüyərdi. Və təbərrədə vəchu. Üzünün rəngi qaçar, göy və yaxud da ki, solğun bir rəngə düşərdi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o gələn vəhyin şiddətindən. Və yaxud da fi rivayətin və qamada aynə və kunna na'rifu zəlikə minhu. Və bəzən də deyir ki, başqa bir rivayətdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gözlərini qırpar və biz də ondan bilərdik ki, artıq Peyğəmbərimizə sallallahu aleyhi və səlləm vəhiy nazil olur. Aydın, bu Peyğəmbərimizə vəhiy gəldikdə onun keçirdiyi hallardır. Belə adi qarşılamaz idi da. Aydındır. Və fi sahiheyni, yəni həmçində iki səhihdə hədis Yezid ibn Səbitin hinə nəzələt. Yezid ibn Səbitin hədisidir ki, o hədis ki, la yestəbil əl-qaidinə minəl-mümininə. Bu ayə nazil olur. İlk öncə bu ayənin bu hissəsi nazil olur. Hansı ki, o ayədə Allah Teala bəhs edir ki, Nisa surəsinin 95-ci ayəsində, yəni döyüşə gedən kimsələrdə, yəni üzürsüz səbəbə görə, yəni döyüşə gedən kimsələr geridə qalan kimsələrdən daha üstündür. Çünki olan malları ilə, canları ilə Allah ona vuruşurlar. Bu kimsələr döyüşə çıxmayan kimsələrdən daha üstündür. Fələmmə şəkə İbn Ummu Məktum dararətəhu nəzələt qeyri ulid darar. Deməli, bu zaman bu ayə nazil olduqdan sonra burada artıq üzür yox idi da. Çünki burada bildirilir ki, geridə Allah yoluna malları ilə, canları ilə vuruşanlar geridə qalanlardan daha üstündür. Və bu zaman İbn Ummu Məktum gözlərinin zəifliyindən dolayı Peyğəmbərimizə şikayət edir və bu zaman bu ayə nazil olur. Qeyrə ulid darar. Üzürlər istisnadır. Üzürlər istisna olmaqla möminlərdən olub döyüşə çıxmayan kimsələr, döyüşə çıxan canları ilə, malları ilə vuruşan kimsələr onlardan daha üstündür. Lakin burada istisnanı bildirir. Və kənət fəqid Rasulullah sallallahu alə fəqidi. Bunu kim dedi? Zeyd ibn Səbit deyir bunu. Bu zamandakı bu ayə nazil olduğu zaman Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ayağı mənim ayağımın üzərində idi. Və ən əktub, mən onu yazırdım. Aydındır. Fələmmə nəzələ vəhyu kədət fəxidəhu taruddu fəxidi. Vəhiy nazil olduğu vaxtda, həmənki vaxtda az qalsın ki, Peyğəmbərimizə vəhiy nazil olduğu zaman onun dizinin, ayağının ağırlığı mənim ayağımı az qalsın ki, əzsin. Ağırlıq çökərdi və bunu da Zeyd ibn Səbit, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm katibi idi, vəhiy katibi. O, Peyğəmbərimizə vəhiyin nazil olmasını belə vəsf edir. Aydın, belə vəsf edir. Sonra və fi sahih Muslim Ən Ya'lə ibn Umeyyə qalə li Umar. Bunu kim deyir? Ya'lə ibn Umeyyə qalə. Buna da Safvan ibn Ya'lə ibn Umeyyə
bunu həmçinin oğluna, yəni oğluna, o atası da bunu Ömər radiyallahu anhudan rivayet edir ki, Ömər radiyallahu anhu deyir ki, Ya'lə ibn Umeyyə deyir ki, Ömər radiyallahu mənə çağırdı və mənə dedi: "Əyasurruka an tanzura ila Rasulullah sallallahu alayhi və səlləm və huwa yuha ilayhi?" Demək Ömər radiyallahu anhu bir hadisə baş verir burada. Bir hadisə baş verir. Ömər radiyallahu anh Ya'ləni çağırır ki, sən deyir, yəni sənin Peyğəmbərimizə vəhy nazil olduğunu görməyin səni xoşbəxt edərmi? Farafa'a və bu zaman farafa'a tarafə thawbi an vecihihi və huwa yuha ileyhi. Peyğəmbər fi Cu'raniyə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Cu'raniyə adlı bir yerdə olduqda, belə deyək, ora bir ümrə altarında, yəni ümrə etməyə kimsə gəlir ora. Peyğəmbərimizdən soruşur ki, yəni mən deyir üzərimdə ətirdən iz olan, ətir qoxulu, ətir sürülən paltarım var. Yəni belə deyir ki, belə paltarla tikişli paltardan ibarətdir mənim bədənimi örtən. Bunu halda mən ümrə edə bilərəmmi? Yəni ehrama girə bilərəmmi? Və bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cavab vermədən Peyğəmbərimizin üzərini örtürlər bir parça ilə. Peyğəmbərimiz adı vəhiy gəlir ki, bunun icazə olub olmaması barəsində. Bu zaman Ömər radiyallahu anhu həmən ki Ya'ləni çağırır ki, bax Peyğəmbərimizə vəhiy gəldikdə Peyğəmbərimizin necə hallara girərdi. O da deyir, həmin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin o üzünü örtdüyü o pərdəni aralayır, parçanı aralayır, baxır Peyğəmbərimizə. Vəchuhu və huve yuhi ileyhi bil cu'na fe iza huve muhammarul vecih. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm vəhiy gəldikdə Peyğəmbərimizin üzünün qıpqırmızı olduğu və huve yaguddu kema yaguddul bakr. Ki balaca belə vəsf edir ki, o Peyğəmbər hansı halda olardı? O cavan dəvənin deyir, belə dərindən nəfəs alması kimi, belə xırıldaya-xırıldaya nəfəs almasını deyir, şahid olur orada. Ki vəhiy gəldiyi zaman belə olur. Burada sualında cavabında deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o səndə ətirin qaldığı yer, o palçanı ora 3 dəfə yu, ondan sonra həccilər ehramı nə edirlərsə, sən də onu et. Aydındır. وثبت في الصحيحين من حديث عائشة رضي الله عنها نزل الحجاب. Demək burada iki səhihdə, Səhih Buxari Müslimdə Ayşə radiyallahu anhadan gələn bir hədisdə Ləmmə nəzələt hicab, hicab ayəsi nazil olduqda və ənə səvdə xaracət bə'də dəlikə iləl məsani' leylən. Ki bir məsani' yer adıdır. Bir yer adıdır. Yəni Bəqi qəbirstanlığının ətrafında olan bir yer adıdır. Hicab ayəsi nazil olduqdan sonra səvdə günlərin bir həmənki yerə çıxır. O yerə gedir, gecə vaxtı oraya gedir. Və Ömər radiyallahu anh deyir ki, qad ərəfnək ya Səvdə. Ey Səvdə, biz səni tanıdıq. Biz səni tanıdıq, sən Səvdə olduğunu bildik də. Fəracəət ilə Rasulillahi sallallahu aleyhi və səlləm fəsələtü və huvə cəlisun yetəəşşə vəl-ərqu fi yedihi. Burada həmçinin vəhiyin nazil olmasından bəhs edir. Yəni, belə deyək, təsəvvür et ki, gecə vaxtı Səvdə qadında çıxır yola. Ömər radiyallahu anhu onu görürdü ki, biz səni tanıdıq. Və bu da Peyğəmbərimizin yanına qayıtıb, başına gələn əhvalatı danışır. Və bu zaman Peyğəmbərimizin sallallahu aleyhi və səlləm əlində bir üzərində sümük ət parçası var idi. Onu yeyirdi. Və bu zaman Peyğəmbərimizə vəhiy nazil oldu. ثُمَّ رَفَعَ عَنْهُ وَالْعَرْقُ فِي يَدِ مَا وَضَعَهُ ثُمَّ رَفَعَ رَأْسَهُ وَقَالَ إِنَّهُ قَدْ أَذْنَ لَكُمْ أَنْ تُخْرُجْنَ لِحَاجَتِكُنَّ. Burada onu demək istəyir ki, yəni Peyğəmbərimizin yanına gəlir ki, başına gələn hadisədən bir məlumat versin ona, icazəli və icazəli deyil deyə. Bu halı vəsf olunur ki, burada belə demək istəyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Peyğəmbərimizin hissi orqanları vəhiy gəlsə belə, yəni özündən çıxmaz idi də. Yəni huşunu itib yıxılmaz idi. Və yaxud da ki, əlinə çay və yaxud da ki, yemək olduqda əlindən düşməz idi. Yəni deyir ki, Peyğəmbərimiz yanına getdikdə, onu xəbər verdikdə Peyğəmbərimiz əlində ət var idi, onu yeyirdi və Peyğəmbərimizə vəhiy nazil oldu və ət əlindən yeri qoymadı, yerindən düşmədi və yaxud da ki. Və mənə dedi ki, artıq sizlərə ehtiyacınız üçün çıxmağa izin verildi. Ehtiyaclarınızdan dolayı çıxmanız üçün izin verildi deyə
Peyğəmbərimiz deməkdir. Burada vəhin gəlməsini burada bildirilir ki, yəni vəhi gəldiyi Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nə gözləri kör olar, nə huşunu itirər, nə də ki, belə insan ayaq üstə gələn yuxulayanda birdən ayaqları belə yıxılır, dizlər sınır. Yəni o hallar yaşanmazdı idi Peyğəmbərimizdə. Lakin şiddəti açıq-aydın görünərdi. Fədəllə hədə alə ənəhu ləm yekunul vəhyu yuğibu anhu ihsasəh bil kulliyyə. Bidəlilin ənəhu calis və ləm yəsqut alqu aydən min yedihi salavatu və sələmu daimən aleyhi. Yəni bu hədisdə bizə Peyğəmbərimizin sallallahu aleyhi ve sellem hissiyatını itirməməsini dəlil olaraq bildirilir. Və rəvə Əbu Ya'lə anil Fələtən İbn Asim qala kunna ində Rasulullah sallallahu aleyhi və səlləm unzilə aleyhi. Bizdir ki bunu Əbu Ya'lə el-Musili der ki el-Fələtən İbn Asim qala. Fələtən İbn Asim der ki biz Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yanındaydıq və Peyğəmbərimizə artıq vəhi nazil oldu. Və kânə izə unzilə aleyhi dəmə basaruhu və aynahu məftuhətən. Peyğəmbərimizə vəhi nazil olduqda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm baxışlarını sabit edər, yəni düz baxar, tərpənməz. Və aynə məftuhətən və gözləri açıq olardı. Başqa bir rivayətində demişdik, Peyğəmbərimizə vəhi gəldikdə gözlərini örtər və biz ondan bilərdik. Burada isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hətta kirpikdən belə örtməz idi. Bu mənaya gəlir. Gözlərini sabit saxlayar və gözlərini də qıpmaz idi. Və fərəqə səmi'hu və qalbuhu ləmmə yətihi min Allah əzzə və cəl fəkunna nə'uhu zəlikə. Və Peyğəmbərimizin görməsi, yəni eşitməsi və qəlbi Allah Taala'dan gələn vəhiy yönələr və biz də bunu Peyğəmbərimizin sallallahu aleyhi və səlləm üzündən bilərdik. Və rəvə Əhməd və Əbu Naim an Əsmə binti Yezid qalət. Əsmə radiyallahu anhə deyir ki İnni ləəxidətu bizimamil adba'i naqad Rasulullah sallallahu aleyhi və səlləm. Mən Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ədba adlı dəvəsinin yüyənindən tutmuşdum. İzənəz aleyhil məidə kulləhə. Bu zaman Peyğəmbərimizə sallallahu aleyhi və Məidə surəsi bütünlüklə nazil olduqda kədət min siqali təduqqu addun naqah. Vəhi nazil olduqda vəhin ağırlığından deyir, dəvə öz ayaqlarının sanki deyir, öz ayaqları topuqlarını əzərdi. Elə bir ağırlıq çökərdi ki, dəvə sanki deyir, özü ağırlığını topuqlarını əzərdi. Belə bir ağırlıq çökərdi vəhi nazil olduqda. Və rəvə Əhməd aydan an Abdullah ibn Amr qalə. Unzilət alə Rasulillahi sallallahu aleyhi və səlləm surətel Məidə. Peyğəmbərimizə sallallahu aleyhi və səlləm minikdə olduğu zaman Əl-Məidə surəsi nazil oldu. Fələm təstati ən təhmiləhu və nəzəli. Və heyvanı onu daşıya bilməyəcək duruma gəldi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm artıq minikdən, yəni bunu hiss etdikdə artıq minikdən endi. Aydındır. Yəni bu da vəhi nazil olduqda həm Peyğəmbərimizin, həm də ki, onun üzərində olan heyvana təsir etdiyi bildirilir. Və rəvə İbn Mərdəvi an Amr an ammihə ənəhu kənə fi məsirəti ma'a Rasulillahi sallallahu aleyhi və səlləm. Deməli, burada deyir ki, Amr deyir ki, mən, o da əmisindən rəvayət edir ki, ənəhu kənə fi məsirəti ma'a Rasul. O günlərin bir Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər getməkdəydi harasa. Fənəzil aleyhi surətil Məidə. Yəni, eyni surənin belə ki, başqa formalarda vəsifləridir, hallarıdır. Bu zaman Peyğəmbərimizə Məidə surəsi nazil oldu. Fənəddəqa unqur rahiləti min thiqalihə. Bu zaman deyir, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm vəhiyinin ağırlığından hətta dəvənin boylu belə əyildi. Bu dəvənin boyu ağırlıqdan əvvəl. Və hədə qarimin hədəl vəcih. Müstəvə. İsnəd-ü Həsən. Bunu da yəni, gözəl rəvayətlə rəvayət olunur. Sonda isə qad səbətə fi sahiheyni nuzul surətil Fəth alə Rasulillahi sallallahu aleyhi və Buxari və Müslimdə Fəth surəsinin Peyğəmbərimizə sallallahu aleyhi və səlləm nazil olması barəsində deyilir ki, Mərci'uhu minəl Hüdeybiyyə və huvə alə rahil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Hüdeybiyyədən qayıtdıqda
miniklə Hüdeybiyədən qayıtdıqda Peyğəmbərimizə Fəth surəsi nazil oldu. فَكَانِ يَكُنُ تَارَةً وَتَارَةً بِحَسْبِ الْحَالِ hala görə, Allah aləm, hala görə bəzən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm halı belə olardı və bəzən də belə olardı. Burada dedik ki, bu zaman Peyğəmbərimizə yəni Fəth surəsi nazil olduğu və kən Nəbi sallallahu əleyhi və səlləm aleyhi və iştəddə zəlikə aleyhi və arafna zəlikə fihi fətənəhhə muntabidən xalfənə. Həmən ki, bu Fəth surəsi nazil oldu Hüdeybiyədən meyniklə dala qayıtdıqda Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bizdən ayrılaraqdan qırağa çəkildiyini artıq yəni bu zaman gördük ki, Peyğəmbərimiz bizdən ayrılaraqdan qıraqdadır və bu zaman bildik ki, artıq Peyğəmbərimizə sallallahu aleyhi və səlləm vəhiy nazil olur. Yəni burada heç də yəni Fəth surəsi nazil olduqda və minikdə olduqda yəni heç bir hala qarşılaşmadığı anlamına gəlmir və o da sahabə deyir ki, yəni bunu mən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bizdən ayrılıb qıraqda bir şiddətli ağrı və yaxud da ki bir əziyyət çəkdiyindən bildik bunu. فَجَعَلَ يُغَطِّ رَأْسَهُ بِثَوْبِهِ وَيُشْتَدُّ ذَلِكَ عَلَيْهِ və Peyğəmbərimizi sallallahu aleyhi və səlləm o vəhyin şiddətindən üzünü və başına bir paltar və bir parça sərdiyini şahid oldum. Hətta arafna ənəhu qad unzilə aleyhi fəətənə və Peyğəmbərimizə sallallahu aleyhi və səlləm yanımıza gəldi və artıq bildik ki, Peyğəmbərimizə Fəth surəsi nazil oldu. فَأَخْبَرَ أَنَّهُ قَدْ أُنْزِلَ عَلَيْهِ və biz yanımıza gəldikdə artıq bildirdi ki, mənə artıq Fəth surəsi nazil, İnnə fətəhnə ləkə fətən mubinə ayəsi nazil oldu. Bu da isnaduhu ceyyid olaraq yaxşı isnadla rəvayət olunur. Bununla da mövzumuz sona çatdı və bu mövzu bizə onu öyrətdi ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə vəhiy nazil olduqda Peyğəmbərimiz yəni adi təbii halından başqa hallara girər, üzü qızarar, ağırlıq çöktüyü kimi bir hal yaşayar və bəzən də heyvanın üzərində olsa belə o ağırlıq heyvanlara təsir edər və bundan dolayı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yerə inərdi. Və bu dediyimiz kimi bu hallar onun Peyğəmbərimizin hissiyatını itirməsi anlamına gəlmir və oxuduğumuz o hədisdə bunun olmadığını bizə bildirir. Allah təala bizi istifadələr etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.